Mən bu gün nə edirik dərsdə? Məsələn, keçən dəfəki videolarda falan dərslərdə bütün dataları əllə əlavə eləyirdiniz SQL-ə. İndi necə olacaq? Bu admin panel nə işə yarayır? Ümumiyyətlə bu admin panel nədir onu deyim. Deməli admin panel bizə onu yaxşılaşdırır ki, biz admin rol kimdə var isə o girir avtomatik olaraq nə yaratmaq istəyirsə, məsələn, saytda nə var? Məsələn, kateqori var, nə bilim gecə var idi, event var idi orada, kurs var idi falan belə-belə şeylərdə hamısı girib yaradır orada. İndi bir şey eləyək. Birinci xırda bir şey var, onu yaradım. Deməli, birinci bir dənə qovluq yaradaq. Qovluğumuzun adı olsun helper. Aha. Və helper qovluğu içində də bir dənə belə bir şey yazaq. Bir dənə də qovluq yaradaq. Adını yazaq. Role helper. Hı, dəqiqə. Bir dənə class yaradaq bunun içində. Adını qoyaq role constant. Const, constant. Aha. Constant. Constant. Aha. Belə bir şey yaradaq. Sonra nə edirik bu içində? Bu nədir? Bunu deyim sizə. Yazaq ki, bura public const string role bərabərdir admin. Bu nə işə yarayır? Bunu deyim. Biz indi bu araya qovluğunda, yəni admin paneldə yaratdığımız bütün kontrollerlər, nə bilim nə, hamısını burada yazdıq dünən axı. Admin. Yəni bu admin paneldə olacaq bu kontrollar. Bunu yazmasan, məsələn, bunu yazmasan, biz admin paneli keçə bilmirik. Bir də ki, bunu biz autorize eləməliyik. Səbəbi nədir? Autorize eləməliyik ki, bura ancaq admin girə bilsin. İndi bunu göstərəcəm. Bura gəlirik, bir dənə vergül qoyub autorize yazırıq. Autorize. Mötərizə açırıq. Yazırıq roles. İnamımız var idi, bizim inamımız. Bərabərdir. Role constant. Role constant. Nöqtə admin. Yox, nöqtə yox. E, ad vermədik ona biz. Ona ad vermədik bir dəqiqə. Ona ad verməliydik. E, belə olmalı idi əslində. Buraya yazaq, nə yazaq adını? Buraya admin yazaq. Bura admin yazaq. Belə yazmır. Balaca hərflə admin yazaq. Balaca hərflə admin yazaq. Bura gəlirik. Role constants nöqtə admin. Yəni biz burada role constant yaratdıq. Belə bir admin yaratdıq balaca string gördünüz. Constant dəyişmir heç vaxt. Bunun da adını bildirdik admin. Burada da gəlib rows inamın içində bu metodu işlədib yazdıq ki, hə, pis yox. Bu bizə admin rolu girə biləcək ancaq. Məsələn, mən bura run edib teacher və yaxud da student və yaxud da başqa bir rolla login oldum, admin paneli keçmək istəsəm, hə, deyəcək ki, keçə bilmirsən. Çünki ancaq admin girə bilər. Nəysə, bundan sonra nə yaradırıq? Hə, deməli, bir dənə view model yaradaq. Bura yazaq, bir dənə qovluq açaq. Bizdə kateqori entisi var idi. Kateqori. View modellər nədir? Bunu izah edeyim. Biz birazdan kontroller yaradacağıq. Kateqori kontroller. Kateqori kontroller içində CRUD metodlar olacaq. CRUD metodlar üçün V modellər lazımdır. V model məsələn tutaq ki, kateqori, məsələn belə birincisi ya da kateqori create V model. Belə yazaq. V qısa yazaq. Bu nə deməkdir? Yəni mən create metodunun bodisində bunu bildirəcəm. Bu da o deməkdir ki, bu da o deməkdir ki, create metodunda hansı şeyləri istifadə edəcəm. İndi baxım görüm bu entitydə nə yazılmışdı. Entity kateqori. Kateqorida string name'dir. Public string name. Oradaydı bu. Ha, kateqori create view. Deməli, ancaq kateqoriya adı var. Bu create view belə getdi. Bundan sonra update view var. Update view model daha doğrusu. Kateqori update view model. Bunun da içində eyni şəkildə name var.
Bir də var idi get. Getdəki, yəni dataları gətirmək. Kateqori, get, VM. Mhm. Public class. Bunun içində bir adı olacaq. Bir də ki bu olmalıdır. Bir dəqiqə hanı bu? Kateqori. Bir də bu olmalı. Çünki biz kateqoriya üstünə klikləyəndə kurslar da gəlməlidir. Gələk bura bu kateqori get VM içində name-dən əlavə bir dənə bunu yazırıq. Aha, bu qədər. Bir model yaratdıq. Sonra keçək controller yaratmağa. Controller yaratmaq üçün gəlir şeydə controller qovluğun üstünə add, controller. Adını qoyaq MC empty. Burada bunu yaradın. Çünki bunlara basanda avtomatik kral metodları yazır. Birinci ayda neyse. Controller yaradaq, add eləyək. Adını qoyaq kateqori controller, kateqori kateqori controller. Controller. Aha, kateqori controller. Gələk bunu da bu dashboardun üstündə bu yazdığımız bu hissəni buradan kopyalayıb gətirib burada yapışdırırıq. Burada yapışdırırıq. Eyni şəkildə. Sonra nə edirik? Mən bunun indeksinin viewsunu yaradırıq. Birinci bunu async eləyək metodu. Async task. Bunu da bir dəqiqə. Belə, belə eləyək metodu. Bunun viewsunu yaradaq. Bunun viewsunu yaradaq. Add view. Laser view. Add elə. Bunun viewsu yaransın bir dəqiqə. Aha, yaratdı. Siyah. Bunu silək. Sonra bura gələk kateqori controller. Burada nə bildirməliyik biz? Bizim şeyin adı nə idi? Context qovluğu app-to-be context. App-to-be context. Mən yazanda həmişə belə yazıram. Belə yazmaq daha rahatdır mənə. App-to-be context. App-to-be context, altdan sonra context. Bu bildiyiniz nədir? Burada həmişə yazırdınız. Məsələn, bir dəqiqə. Bildiniz də nədir yəni? Burada məsələn belə yazmısınız. Belə yazmısınız. Bu uzun versiyadır. Mən heç vaxt belə yazmıram. Məncə belə yazmaq daha rahatdır. Daha rahatdır. Həm hər şeyi burada bildirirəm. Mən mötərizə içində bildirirəm. Belə yazmaq daha rahat. Nəysə, indeks metodu nədir? İndeks metodu bizim get şeyimizi belə deyim. Bayaq yazdıq axı get v model. Onu eləyəcəm. İndi düzdür. Hələ ki get v modelindən istifadə eləməyəcəm. Hələ ki belə yazacağam. Toolist eləyəcəm. Gətirsin hər şeyi. Belə eləyəcəm. Context nöqtə categories toolist async. Toolist async. Aha. Toolist elədim. Get metodunu belə yazacağam. Bundan sonra nə gəlir? Create metodu. Create metodu bunu necə yaradırıq? Aha. Birinci yazırıq public adi metod. Bir dəqiqə gözüm kompüter biraz arxaya qoy. Klaviatura düşə bilmirəm. Aha. Public I action result adını qoyaq create. Aha. Return view. İki dənə create views yaradacağıq. Biri şey üçündür, view'nu yaratmaq üçündür. O birisi içində metodlar yazmaq üçündür. İndi yazaq bura o birisini. Birinci bunu yazmaq üçün post. Post create metodu deməkdir. Create metodları üstündə post yazırıq. Yenə yazdırırıq public async task I action result create belə. Aha. Amma bunun body'sində bayaq yaratdıq biz kateqori create VM. Bunu yazmalıyıq. Create VM. Bir də bunu yazırıq.
Adı da yəni qısa adlandırma eləyirik. Sonra belə bir şey eləyək. Belə yazaq. Belə yazaq ki, rahat olsun. Kateqori klassımız var idi da bizim. Kateqori klassımız. Kateqori bu niyə belə oldu? Adi kateqori deyil ki onun. Aha. Kateqori adını yazaq kat qısaltması. Eee bərabərdir VM-ə. Yəni bizim yaratdığımız həmin kateqori VM-dəki kateqoriya bərabər olacaq. Bunu deyirik. Sonra yazaq await. Belə yazıb görürsüz. Altdan xətt yenə konteksti adlandırmışam axı. Nöqtə categories add async mötərizə cat adlandırmamız. Sonra await yenə də altdan xətt context nöqtə save change async. Aha. Bu nədir? Mən bir gəlirəm burada gəlirəm. Bunu əd eləyirəm bu kəti SQL-ə. Sonra save eləyirəm. Dəyişiklikləri yadda saxlayıram. Sonra da return redirect to action redirect to action indi. İndeksdəki bura bu səhifəyə deyirəm göndər. Prost burada niyə error oldu? Bu nə deyir? Oha. Yerə kateqori create film içində saxlamışam ki mən. Name də adı. Niyə olmadı ki bu? Hmm. Niyə çevirə bilmədik ki? Mənə çatmadı. Hayda. Niyə çevirə bilmirik bu? VM yazıram. VM. Şurada. Buna görə çevirmir indi. Bir dəqiqə. Onu da entity category name. O name yazmışam da orada. Kategori VM model. Kategori create VM. Bunu gətir buraya yapıştır. Implicit eləməliyik ya. Bildim. Bildim. Neyse bunu gələk buraya da. Prost bu implicit eləmədən də olurdu axı. Neyse public. Elə yazanda olmur yoxsa. Neyse belə yazaq. Deməli public implicit, yox static, public static, implicit, yox, bu niyə göstərmir ki? Hmm, bir dəqiqə, implicitdir də, implicit, implicit operator, kateqori, kateqori, buna ehtiyac yox idi axı.
Bir dəqiqə, bunu başqa cür yazaq bəlkə biz. Belə yazmayaq da onda. İndi biz bunu belə yazmayaq. Uzun məsələ çünki. Gələk bura. Bir dəqiqə, necə yazım ki, bunu eləyək, həll eləyək. Hmm, Neyse buradan çıxaq bir dəqiqə. Bir modelə keç. Proje. Burada eləyək də implicit. Yine şey olsun. Public, static, implicit, 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 operator, operator, buraya yazaq kategori, burada yazaq kategori, fit filan, bunu da adlandıraq filan. Niye tanımladı ki bunu altında neyse bunu böyle bir geçirək bura. Bunu belə eləyək. Yazaq ki bura return new category bunu da açacaq belə name belə eləyək. Burası bunu niyə tanım? Bunu niyə using eləmədim? Mən o çatmır. Bunu niyə tanımır? Using eləyir axı. Adı kategori değil ki onun. Kategori. Bunun içində public list Boş. Yok bu niye tanımadı şey bu. Ay hayda. Ona göre. İngilizce de. Hayda. Bu niye using eləmir? Kategori, new kategori. Bir dakika bunu saxlayayım.